Və mən qələbə əqluhu şəhvətəhu. Kimin əqli şəhvətinə qalib olsa, ağlı şəhvətinə qalib olsa, hədis budur. Fəhvə xeyrun minəl mələikə. Mələkdən də üstünsən. Və mən qələbət şəhvətuhu əqləh. Kimin ağlı yox, şəhvəti, həva istəyi, nəfsaniyyəti, nəfsi istəklər, səthi istəklər qələbə çaldı, ali istəklərə, ülvi istəklərə, fitrət dəfn oldu. İnsan fəhvə şərrun minəl bəhaim. Heyvandan da pisdir, heyvandan da pisdir. Yəni heyvan eləmədiyin insan eləyər. Bağışlayın. Bəzi vaxtlar heyvan o işi görmür, insan eləyir. İnsan elə cinayətlər törədir ki, ilahə Rəbbim, o heç heyvan eləmir ki. Buna baxır hərdən, bəzi xəbərlərdə işləyirsən, o bəzi cinayətlər və yaxud elə işlər görür bəşər. İlahi, bu hara getdi? Bu nə tənəzzül? İlahi Rəbbim, insan nə qədər tənəzzül eləyər. Bu başın bıraxsa insan heyvandan da pisdir. Allaha bağlı olan insan cəmiyyət gözündə dəyərsiz olmur. Allaha eşq adamı nə qədər çoxalırsa, bəşəriyyətə məhəbbəti də artır. Məhəbbətimiz cəmiyyətə azdısa, eşqimiz Allaha azdır. Əmirül-Möminin namazın rükusunda Allahla ünsiyyətdədir, amma fəqirinin də əlindən tutub. Allah vəlisi. Bir əli fəqirdə, vücudu rabitədə. Rükuda zəkat. İkisini də yığıb bir yerə. Bir tərəf xaliq, bir tərəf nə? Xəlq.